Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir. Bu videoda mən sertifikasiya imtahanı verəcək ibtidai sinif müəllimlərinə dəstək olmaq üçün bir mətn nümunəsi təqdim eləyirəm. Bilirik ki, 2027-ci ildə sertifikasiya imtahanı verəcək ibtidai sinif müəllimlərinin qarşısına daha çox mətn nümunələri, yəni mətn testləri çıxacaq. Yeni çərçivə sənədində bu belədir. Hətta təkmilləşdirilib daha da çox mətn nümunələri salına bilər. Çünki hazırki dövrdə oxuyub anlama bacarığı daha çox ön plandadır. Bütün imtahanlarda bu belədir. Artıq sertifikasiya imtahanının yeni çərçivə sənədində də bu öz əksini tapıbdır. Və bu mətnlər çox sadə mətnlərdir. Sadəcə olaraq nisbətən belə deyək də variantlarda çətinlik olur. Hansı ki, variantı müəyyənləşdirmək müəllimlər üçün bir o qədər də asan olmur. Ona görə də bu videonu sona qədər izləyin ki, necə belə deyək də, ən azından bu suala cavab tapa biləsiniz. Yəni, mətnə uyğun başlığı necə müəyyənləşdirmək lazımdır? Artıq bu videoda onu öyrənmiş olacaqsınız. Bilirik ki, yeni çərçivə sənədində mətnin başlığının müəyyən edilməsi ilə bağlı da bir xətt var və həmin xətt üzrə də sual tapşırığı qarşınıza çıxa bilər və ən çətin formada bu formada qarşınıza çıxa bilər ki, bu videoda da onu izah etmiş olacağam. Əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə sertifikasiya imtahanına dəstək olmaq üçün edəcəyimiz paylaşımlardan dərhal xəbərdar olasınız. Qeyd edeyim ki, kanalımızda sınaq izahları, daha sonra mövzu izahları, qızıl qaydalar və xüsusi mətn tapşırıqları və s. yerləşdiriləcək və bunun üçün mütləq şəkildə kanalımıza abunə olun. Əgər videonu da bəyənərsinizsə, videonu bəyənin, öz dəyərli şərhlərinizi bizə bildirmək və videonu paylaşmağı da unutmayın. İndi isə başlayaq izaha. 1745-ci ildə Alman bir rahib stativ elektriki bir qaba yığmaq üçün mexanizm hazırlayır. Daha sonra bu mexanizmi Leyden Universitetində çalışan müəllimlər daha da təkmilləşdirərək adını Leyden bankası qoyurlar. Bu mexanizm su ilə işləyir və elektriki su ilə yığır. Elektriki içində çubuq olan şüşə kolbaya yığırlar və həmin kolbanın içinə su tökürlər. Suyu qarışdırdıqdan sonra həmin çubuğa toxunanda elektrik çaxması baş verirdi. Bu mətnə uyğun başlığı müəyyən edin. Baxın, imtahanlarda bəzən variantlar qeyd olunmur. Yəni A, B, C, D. Bilirik ki, birinci təbii ki A-dır, ikinci B-dir, üçüncü C-dir, dördüncü D-dir, beşinci də E-dir. Sadəcə olaraq bunu bu formada təqdim etmişəm ki, imtahanda da bəzən belə bir hallar baş verir. Daha çox bu MİQ imtahanlarında baş verir. Yəni, variant qarşısında, belə deyək də, A, B, C, D aydın formada təsvir edilmir. Və bu təsvir edilməmək də variantlar arasında sürüşməyə gətirib çıxara bilər. Məsələn, deyək ki, siz B variantını vurursunuz, qarşısında B yazılmadığına görə sürüşdürüb C-ni də vura bilərsiniz. Ona görə bu formada təqdim etmişəm ki, bu situasiyanı, bu atmosferi də yaşaya biləsiniz. Bu mətnə uyğun başlıq deyir. Baxın, B variantında qeyd olunub ki, su ilə elektrikin əlaqəsi. Biz burada fikir versək, görərik ki, su ilə elektrikin əlaqəsində mətndə su sadəcə cihazın işləməsi üçün bir vasitə kimi qeyd olunub və ümumi elmi əlaqədən bəhs edilmir. Sadəcə bu mexanizmin işlənməsi haqqında bir məlumatdır. Bizə isə mətnə uyğun başlıq lazımdır. Mətnin müəyyən bir hissəsinə uyğun başlıq yox. Ona görə B variantını götürmürük. Rahibin icadı. Rahibin icadından birinci hissədə danışılır. Daha çox burada nədən danışılır? Rahib ilkin variantı düzəltsə də, mətn əsasən cihazın sonraki təkmilləşdirilmiş forması, yəni Leyden bankası haqqındadır. Ona görə biz rahibin icadı hissəsini də mətnin başlığı kimi götürə bilmərik. Yəni, rahib icad eləyir, sadəcə sonraki prosesdə mətnin əsas məğzində Leyden bankası və onun təkmilləşdirilməsindən və işləmə mexanizmindən danışılır. Elektriklə ilk tanışdıq. Burada elektriklə ilk tanışdıqdan danışılmır. Yəni, elektriklə ilk tanışdıq bunun nəticəsində baş verməyibdir. Ona görə bu variantı da götürmürük. Su ilə işləyən texnika, yenə də deyirəm, su burada sadəcə olaraq geniş formada çıxış etmir. Yəni, çox geniş və qeyri-dəqiq başlıqdır. Çünki söhbət ümumi texnikadan yox, konkret elektrik cihazından gedir. Ona görə su ilə işləyən texnikanı götürə bilmirik. Bəs Leyden bankasını nəyə görə götürürük? Baxın, rahib bir texnika yaradır. Bunu sonradan Leyden Universitetində çalışan müəllimlər təkmilləşdirir, adını Leyden bankası qoyur və bu Leyden bankası necə bir mexanizmlə işləyir, onun haqqında danışılır. Demək ki, mətnə uyğun olaraq biz
başlıq kimi Leiden bankasını götürə bilərik. Yəni başlığın seçilməsində bu məsələlərə mütləq şəkildə diqqət yetirməlisiniz. Yəni mətnin müəyyən bir kiçik hissəsi ilə bağlı olan başlığı siz mətnin başlığı kimi seçə bilməzsiniz. Əgər sizə desəydi ki, mətnin müəyyən bir hissəsinə uyğun gələn başlığı seçin, mətnin əsas hissəsinə uyğun başlığı seçin və ya giriş, sonluq hissəsinə uyğun başlığı seçin, o zaman siz həmin hissələrə diqqət yetirib başlıq qoymalıydınız. Məsələn, desəydi ki, mətnin giriş hissəsi ilə bağlı başlıq qoyun, o zaman rahibin icadını götürə bilərdiniz. Amma burada ümumi bir məsələdən danışılır. Yadınızda qalsın ki, mətnə hər hansı bir başlıq seçərkən mətnin ümumi bir məzmununa fikir verməlisiniz. İndi deyə bilərsiniz ki, bizi burada ümumi məzmun anlayışı çaşdıra bilər. Belə ki, yəni burada rahibin icadıdır və sonrakı təkmilləşmə prosesindən danışılsa da, rahibin icadıdır da bu. Yadınızda qalsın ki, siz bu cür məntiqi əlaqə ilə yox, giriş hissədə verilib və əssalam o girişdə qaldı. Əgər yenə də rahib haqqında məlumatlar verilirsə, yəni rahib bunu təkmilləşdirirsə, rahib bunun üzərində müəyyən funksiyalar yerinə yetirirsə, o zaman biz onu rahibin icadı götürə bilərdik. Və yaxud da su ilə elektrikin əlaqəsi anlayışı bu sadəcə mətnin müəyyən bir hissəsində keçir, ona görə bu hissəni götürə bilmirik. Və yaxud da elektriklə ilk tanışdıq. Görürük ki, burada elektriklə tanışdıq var, sadəcə ilk tanışdıq deyil. Ümumiyyətlə, Leiden bankasının funksiyasından danışılır. Elektrikin əhəmiyyəti və onun tanışdığından danışılmır. Su ilə işləyən texnika anlayışı da yenə də qeyd edirəm. Yəni, o su müəyyən bir mexanizmin işləməsi üçün nəzərdə tutulmuş şeydir. Ona görə bunu da götürə bilmirik. Belə dəyərli müəllimlər, yəqin ki, bu videomuz sizlərə aydın oldu. Daha çox mətn tapşırıqları üçün mütləq şəkildə kanalımıza abunə olun və eyni zamanda videonu da öz həmkarlarınızla, ibtidai sinif müəllimləri ilə paylaşın ki, onlar da belə bir kanaldan xəbərdar olsunlar və qeyd edirəm ki, kanalımızda abunə sayı artarsa, yəni bu sizin paylaşımınızdan asılıdır. Belə ki, siz bu videonu daha çox həmkarlarınızla paylaşsaz, daha çox abunə gələcək və beləcə biz sizə daha sistemli şəkildə dəstək olmağa başlayacağıq. Sizin artıq vaxtınızdır, siz artıq hazırlıq prosesinə başlamalısınız. Bilirsiniz ki, 2027-ci ildə artıq iyun ayında siz sertifikasiya imtahanı verəcəksiniz və bu sertifikasiya imtahanı digərinə nisbətən çətin olması ehtimal edilir. Ona görə də bu prosesdən üzü ağ çıxmaq üçün də bizim kanalımıza abunə olun və biz də sizə daha çox dəstək olmuş olaq. Sağ olun, gələn görüşlərə qədər. Hələlik.